Salam əziz izləyicilər. Bu bizim kanalımız üçün ilk videomuzdur. Dəstək üçün şərh yazmağı və videonu bəyənməyi unutmayın. Bugün sizlərlə ciyər qovurması hazırlayacağıq. Bişirməyə başlamazdan əvvəl təzə və keyfiyyətli məhsullar tapmaq üçün vaxt ayırın. Bu, yeməyinizin dadını, keyfiyyətini artıracaqdır. Lazım olan ərzaqlar 500 qram dana ciyəri, 500 qram ürək, 3 ədəd kartof, 2 ədəd soğan, 200 qram quyruq yağı tələb edilir. İstəyə uyğun olaraq toyuq ciyərindən də istifadə etmək mümkündür. Təxminən yarım santimetr qalınlığında ətlərimiz kub formasında doğranılır. Əvvəlcədən ciyərimizin qabığı soyuq su altında soyulmuşdur. Daha sonra kartof, soğan, quyruq yağı xırda-xırda doğranılır kub formasında. Soğan doğrayarkən göz yaşlarına hazır olun, lakin bu yeməyin dadına dəyər. Ən həyəcanlı hissə bişirməyə keçirik. Bişirməzdən əvvəl tavaya yağ və ya kərə yağı əlavə edin. Sonra soğanı əlavə edin, təxminən 5 dəqiqə şəffaf və qızarmamış hala gəlinə qədər bişirin. Əvvəldə də qeyd etdiyimiz kimi yağ və ya tərəyağı istifadə edə bilərsiniz. Hər ikisi yeməyə fərqli bir ləzzət qatır. Hansı yağı seçəcəyiniz isə sizin zövqünüzə bağlıdır. Soğana duz və sarı kök əlavə edirik. İstəyinizə uyğun olaraq sarımsaq tozu, paprika da əlavə edə bilərsiniz. Əvvəlcədən doğradığımız quyruq yağını da əlavə edirik və təqribən 5 dəqiqə bişirməyə buraxırıq. Bu etapda siz istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz. Əlinizdən gələn fərdi toxunuşları əlavə etməkdən çəkinməyin. Bu yeməyi daha xüsusi edəcəkdir. Rəngi dəyişən soğanlarımızın üzərinə doğranmış ciyərlərimizi əlavə edib təqribən 10 dəqiqə ərzində qovururuq. Ciyərlərin rəngi dəyişdikdən sonra üzərinə doğranmış ürəkləri əlavə edirik. Və təqribən 5 dəqiqə qovurduqdan sonra aşağı dərəcədə bişməsini gözləyirik. Bu halda yemək